Zeynəbin də qəbri dəqiq bilinmədi heç hardadır. Gəlin köçən gün həyat yoldaşına şərt qoydu. Dedi, bircə şərtim var. Hasan ürəyim istədi Hüseyni görməliyəm. Mən onsuz yaşaya bilmirəm. Hər gündə olsa onu görməliyəm. Uşaqlığından deyir, İmam Hüseyin addımını hara qoyurdu. Hətta bəzən əyilib ayağının torpağını öpürdü. Belə bir bacı, belə bir qardaşın başının bədənindən ayrılmasını görsün, desinlər ağlama. Qəmin içində çək, ürəyində çək. Qəmin qüssənin içində qızın dərdi olanda anası ilə dərdləşər, üzün dolandırdı Mədinə səmtinə deyir. Dedi ki, yaman günümdür nənə, xarici deyirlər Hüseynə. Ana ya Zəhra, gəl gör Hüseynimin başını niziyə vurub dindən çıxmış elan eləyiblər. Deyirlər Hüseyin kafirdir, nəuzubillah. Deyib baxır o nizədə olan başa, gördü hər yandan daş yağdırırlar. Daş başa dəyəndə dedi, Hüseyin, bax gör nə namərd adamlara qonaq gəlmirsən. Səni qonaq çağıranlar dendi, hər tərəfdən daş atırlar. Və bu qəm